Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Oktyabrın 1-də ABŞ-da federal hökumətin fəaliyyətinin qismən dayandırılması fonunda dollar əsas valyutalara qarşı zəifləyib və həftəlik minimum həddinə enib. Hazırda Vaşinqtonda baş verən hadisələrin maliyyə bazarlarına təsiri diqqət mərkəzindədir. Federal hökumətin qapanması fonunda dolların aqibəti necə ola bilər? Günün xəbərləri xəbər verir ki, Global Info azda danışan iqtisadçı Kənan Quluzadə deyib ki, indi investorların diqqəti ABŞ-da siyasi böhranın davam etmə müddətinə və bunun iqtisadi göstəricilərə təsirinə yönəlib. Adətən böhranlı hallarda dollar təhlükəsiz liman valyutası kimi möhkəmlənir. Lakin bu dəfə vəziyyət fərqlidir. Dövlətin borc öhdəliklərinə dair sualların yaranması, xəzinə istiqrazlarının gəlirliliyinin yüksəlməsi və siyasi qeyri-müəyyənlik investorları ehtiyatlı davranmağa məcbur edir. Nəticədə dollar satışı güclənir və onun dəyəri enir.